Neden məlumat aldı mı? Birbaşa öz gəlini Alyona ilə sevişir. İlham Əliyev deyir, hələ belə seksual qadın görməmişəm, öz gəlini ilə sevişir. Ay qadası, baldızınla, baldızı qızınla, atası öləndə vəsiyyət elədi, Leyla Şıxlinski vəsiyyət elədi, Leyla Şıxlinski ilə xaladenikə girməyin 40'ı çıxmamış sevişən adam gəlinlə sevişməz mi? Ha? Bu arada Vilayət Eyvazov da Tolik'ten sevişir. Size sual verin. Ay ki, Tolik hamını söyür, Tolik'i tutan yoktur. Ama ağzını açıp bir kəlmə hamısını tuturlar, pulunu alırlar. Birinci bir sinətlərdə bu sistemə nətər başlayırlar. Şak 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 hamını tutup basırlar. 15 gün belə olacaq bir ay. Sonra ne olur? Zaten indi de var. Sonra ne olur? Davaya gəl 15 dəqiqə 3000 ver yatma. 5000 ver yatma. Adama bakıp damarından kan alırlar. Bildiniz mi? Bakın Tolik niye? Tolik tutulmur ona göre ki. Birinci, muhalefet hedef alanlardan o kadar oldu. Ata Abdullayevlerden belə tutulmadı mı? Ay ki, Tolik, İlham Əliyev başta olmaqla nazirlərə, generallara, nazir mavinlərinə, ən əsas da Vilayət Eyvazova balaca yetkinlik yaşına çatmayan qız oğlan daşıyır və Tolik çox seksualdır. Vilayət Eyvazovun özü öz ağzınla, qırxılmış dalınla Vilayət Eyvazovun etirazını alır, azarını alır. Ona göre Tolik bəziləri müxalifət hədəf alır. Tolik hamını söyür sosial şəbəkədə Tolik'i tutan yok da hamını cırt eləyən kimi tuturlar. Bu prezident bu Doğuşan oğlu Doğuşan kanun verdiyse, kanun çıkartsa, görmüş ki kanun hamı üçün bir olar da.